أشهد أن محمدا رسول الله. الحمد لله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون. قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولا تلقوا بأيديكم إلى التهلكة. وقال رسول الله صلى الله عليه وسلم من رأى منكم منكرا فليغيره بيده فإن لم يستطع فبلسانه فإن لم يستطع فبقلبه وذلك أضعف الإيمان. Esselamu Aleyküm değerli Müslümanlar. Uca Allah'a hamdü senalar olsun. Resulullah sallallahu aleyhi ve selleme salat selamlar olsun. Sizlere ve özme uca Allah'a karşı tekvalı olmağı ve Resulullah sallallahu aleyhi ve sellemin yolundan gitmeyi tövsiye edirəm. Etdiyim nəsihətlər ilk öncə özmə, sonra siz dəyərli qardaşlarımadır. Möhtərəm müsəlmanlar, Allah-u Teala insanı iradə və ağıl sahibi olaraq yaratmış, ən şərəfli və ən üstün varlıq etmişdir. Həmçinin Allah-u Teala şərəfli və üstün olan insanın inancını, canını, malını, ağlını hər cür pislikdən qoruyan din göndərmişdir. Dinimiz İslam bu pis əməlləri qadağan edərək yalnız fərdi deyil, həmçinin aləmi və cəmiyyəti də mühafizə edir. Bu qadağalardan çəkinməsək, pisliklər bizim və aləmizin tək dünya həyatına deyil, ahirətimizə də ziyan vuracaq. Allah-u Teala Quran-ı Kərimdə də bu mənada buyurur ki, ey iman gətirənlər, özünüzü və alənizi yanacağı insanlar və daşlar olan otdan qoruyun. Dəyərli cəmaət, bugün xütbəmiz insanın inancına, ağlına, malına və canına ziyan verən zərərli vərdişlər haqqında olacaqdır. İnsana saysız nemətlər bəxş edən Allah-u Teala halalı, haramı, faydalını və zərərli olan şeyləri də Quran-ı Kərimdə açıqlamışdır. Rəbbimiz buyurur ki, Əl-yevmə uhillə ləkumut-tayyibət. Bugün təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Başqa bir ayətdə isə, Yə əyyuhən-nəs, كلوا مما في الأرض حلالا طيبا ولا تتبعوا خطوات الشيطان إنه لكم عدو مبين. Ey insanlar, yeryüzündəki nemətlərin halal və təmiz olanlarından yeyin. Şeytanın addımlarını izləməyin. Həqiqətən o sizin açıq-aşkar düşməninizdir. Buyuraraq yolumuzu göstərmiş və yolumuzun üzərindəki düşmənimizi də bizə xəbər vermişdir. Ağlımızı, inancımızı, malımızı, canımızı, aləmizi, iffətimizi və iradəmizi də fəsada aparan zərərli vərdişləri sıralasaq, içki, narkotik vasitələr, qumar, siqaret, həmçinin dövrümüzün bəlası olan əxlaqsızlığı təbliğ edən sosial şəbəkələr buna misaldır. Allah-u Teala iman edən qullarını xitab edərək buyurur, Yə əyyuhəl-ləzīnə əmənu innəməl xamru vəl-məysiru vəl-ənsab vəl-əzləm ricsun min əməl-şeytan fəctənibuhu ləalləkum tuflihun. Ey iman gətirənlər, həqiqətən içki, qumar, bütlər və fal oxları, şeytan əməli olan murdar şeylərdir. Bunlardan uzaq durun ki, bəlkə nicat tapasınız. Burada ayət-kərimədə keçən içki, sərxoş edici, ispirtli və ağlı başdan alan hər cür içkidir. Resulullah sallallahu aleyhi və səlləm buyurur ki, Kullu şərabi əskara fəhu haram. Sərxoşluq verən hər şey haramdır. İçki bütün pisliklərin anasıdır. Allah Resulü sallallahu aleyhi və səlləm bu məsələyə daha da diqqət çəkərək buyurur. İçkiyə görə 10 kişiyə lənət oxunmuşdur. Bunlar şərait yaradan, hazırlayan, hazırlatdıran, satan, alan, daşıyan, isfariş edən,
gəlirini yeyən, içən və süzənə. Başqa bir hədis şərifdə isə kim içkili halda ölərsə, cahiliyyət ölümü ilə ölmüş olar buyurmuşdur. Eyni ilə narkotik vasitələr də içki kimi ağlı başdan alan xüsusiyyətlərə malikdir və haramdır. Allah-u Teala buyurur ki, وَلَا تُلْقُوا بِأَيْدِكُمْ إِلَى التَّهْلُكَةِ Öz əllərinizlə özünüzü təhlükəyə atmayın, ziyan vurmayın. Dəyərli cəmaət, toplumumuzda çox istifadə edilən siqaretin də istifadəsi dinimizə görə qadağandır. Çünki insan Allahın əmanət etdiyi canına bu əməli ilə qəsd edir. Həmçinin ona xərclənən pul bu ayətin hökmü ilə tamamən tərsdir. Rəbbimiz buyurur ki, Kulu veşrabu ve la tusrifu innehu la yuhibbul musrifin. Yeyin için lakin israf etmeyin. Şüphesiz ki Allah israf edenleri sevmir. Əziz müminlər, qumara gəlincə isə insanlar arasında haqsız qazancı ortaya çıxaran bir günahdır. Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, وَلَا تَأْكُلُوا أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ Aranızda bir-birinizin mallarınızı haqsız səbəblərlə və batil yollarla yeməyin. Həmçinin zərərli olan əxlaqsızlığı təlqin edən, dini, milli mənəvi dəyərlərimizi ayaqlar altına atan sosial şəbəkələrin əsiri olmaq çox təhlükəli və zərərlidir. Ey müsəlmanlar, bizlər gələcəyimiz, axirət sərmayemiz olan övladlarımız üçün bir nümunəyik. Birinci öz əməllərimizi düzəltməliyik. Gənclərimiz tutduqları zərərli vərdişlərə görə mərhəmət duyğularını itirirlər. Onlara sahib çıxaq, nəsihət etməkdə, onları doğru yola dəvət etməkdə bir-birimizlə yardımlaşaq. Onlardan mənə nə deməyəyik. Bir pisliyi toplum olaraq düzəltməzsək, sabah o pis vərdişə bizim də aləmizdən bir qurban gedəcək. Allah-u Teala Quran-ı Kərimdə buyurur ki, Kuntum xayra ummetin uxricət linnəs تَأْمُرُونَ بِالْمَعَرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَتُؤْمِنُونَ بِاللّٰهِ Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Rasulullah sallallahu aleyhi və səlləm də belə buyurur. Kim bir pisliyi görərsə, ona əli ilə dəyişdirsin. Əgər əli ilə dəyişdirməyə gücü çatmazsa, dili ilə dəyişdirsin. Buna da gücü çatmazsa, qəlbi ilə pis olduğunu söyləyib, qəlbində düzəltməyə çalışsın. Bu da imanın ən zəif dərəcəsidir. Allah Teala bizlərin qəlbini sevib, razı qalacağı şəkildə birləşdirsin və öz yolundan ayırmasın. Ələ innə əhsənəl kələm və əbləğən nizam kələmullahil məlikil əzizil əllam kəmə qalallahu təbarəkə və təalə fil kələm və izə quriəl Qur'anu fəssəmi'u ləh və ansitu ləalləkum turhamun. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الدين عند الله الإسلام